Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhid ailələrin qarşısına baş əyirəm. Allah hər bizə səbr versin. Şəhriyar qardaşımızdan uzun illər xüsusi təlaffuzu qüvvələrdə xidmət eləmişəm. Xidmət boyunca həqiqətən cəsur, döyüşçü, qorxmaz, qardaş olub da hər birimizdə. Həqiqətən yoldaşlığa yoldaşlıq, döyüşçü kimi. Yəni belə deyək də, təzə gələnlərə örnək olardı. Onun da ixtisası ən ağır ixtisas idi. Topoqrafi idi, xərit idi. Xəritəni də bilmək üçün gərək ən savadlı döyüşçülərdən olardı. O da Şəhriyar qardaşımıza nəsib olmuş xidmət vaxtı. Və bizim düşmən arxasında döyüş tapşırığımız olardı xidmət boyunca. O döyüş tapşırığımızda Şəhriyar qardaşımız aktiv iştirak edərdi. Və 44 il Vətən müharibəsində də mən özüm könüllü olaraq təminata qoşuldum. 44 il Vətən müharibəsində dəfələrlə qardaşlarla görüşdüm. Son görüşümüz oktyabr ayının 18-i oldu, axşam Cəbrayılda oldu. Bunlar elə bil ki, dərinlikdən gəldilər düşərgəyə. Orada hamısına görüşdük və mən dərinliyə təminat aparmışdım. Orada rəhmətlilər sanki hər biri bizlə vidalaşırdı. Allah hamısına rəhmət eləsin. Şəhriyar qardaşımız hətta gecə evlə danışırdı. Mən görüşdüm, advoy verdi, inan ki, rəhmətli elə bir ürəyinə dammışdı. Abratın deyir, qardaşım, mən istəyirəm bir dənə də evlə danışam. Təzən Abratın yığdı, yenə evlə danışdı. Sanki elə bir ki, o 18-ci günü inan ki, ürəklərinə dammışlar. Elə bir ki, bizdən uzaqlaşırdılar. Hamısı belə halallaşırdı, necə deyim, qəribə bir his var idi hamısında. Allah ruhlarını şad eləsin. Ayın 19 onlar şəhid oldu. Yəni onların şəhid olmağını bu gün mən şəxsən inana bilmirəm, elə də döyüş yoldaşlarım. Çünki onlar döyüşün onurğası idi, üstünü idi. O boyda döyüşə getdilər, ayın 19-u şəhid oldular. Allah hamısına rəhmət eləsin. Hər biri bizim qəlbimizdə milli qəhrəmandır, vətən mühafizə qəhrəmanıdır. Neçə ki bizlər varıq, onlar bizim qəlbimizdə yaşayacaq. Allah hər bizə səbr versin, Allah rəhmət eləsin cəmi şəhidlər. Allah sizlər Teşekkür ederim. Allah sizden razı olsun. Allah sizden razı olsun. Buyur gelin. Gel sen de.